İtibar cəmiyyətdə həm də bir tənqidi mövqe tutan bir ziyalı kimi tanınırsınız. Son zamanlar sosial mediada elə Facebook səhifəsində tez-tez müxtəlif həqiqətən tənqidə ehtiyacı olan bir neçə nəfəri tənqid edirsiniz və təbii ki, bu bir çox insanlar tərəfindən xoş qarşılananı da var, əksi də olur. Yəni bu həm də sizə çox düşmən də qazandırır. O prosesi necə keçirirsiniz? Bilirsiniz, o prosesi keçirmək deyəndə ki, təhdid eləyirlər, söyüşdürürlər. Hətta belə. Söyüşdürürlər. Mənim telefonumda səs yazıları var. Çox ağır söyüşlər söyürlər, filan, fəsməkan. Məsələn, kimlər söyüb axır zamanlar? Onların həmin şəxslərin tərəfdarları çox, məsələn, mənim atamı təhqir eləyiblər. Mən heç atamı heç görməyiblər. Atam rəhmətlik zil sürücüsüydü. Zil maşını sürürdü. O heç qapalı bir adam idi. Təhqir edirlər. Bilirsiniz, onlar dar düşüncəli adamlardı. Amma söhbət ondan gedir ki, mən nə deyirdim? Mən deyirəm ki, əgər bir qurumun rəhbəri, fərz eləyək ki, Elmlər Akademiyasının və yaxud da bir nəfərin əmək haqqısı 15-20 minə çatırsa, bu adam ömründə niyə bir dəfə məsələn, alimlərin əmək haqqını dilə gətirmir? O hesab edir ki, 15-20 min bunun üçün azdır. Az hesab edirdi. Məsələn, fərz eləyək ki, 8 min pensiya, 4 min əmək haqqı, 2 min akademiklik, ayda 200-300 min arenda pulları falan. Olsun, Bətürə xanım. Amma bunlar çıxsınlar, mənə yox, ümumiyyətlə cavab versinlər ki, biz bax, bu qazandığımız milyonların hesabına 5 kasıb uşağı təhsil haqqı 15 mindən 30 minə qədər olan orta məktəblərdə təhsilini maliyyələşdirmiş. Sizin xəbəriniz var ki, orada da məni söymüşdülər. Şəhid övladlarının özəl orta məktəblərdə pulsuz təhsil olması haqqında qanun layihəsindəki dəyişiklik keçmədi. O pulsevər qüvvələr nə qədər güclüdür. 44 günlük vətən müharibəsində əksəriyyəti subay idi. Bəli. Əksəriyyəti gedib şəhid olanda övladları balaca idi. Bu canlı, o keçmə, onu qoymadılar keçir. Təsəvvür edirsiniz? İndi bu şəxslər məsələn olsun. Məsələn, bax mən Salamı nümunəyə gətirdim. Salamı nümunəyə gətirdim. Məsələn, o ayda ki, deməli, bu arendaya, icarəyə verdiklərindən bir yarım milyon götürürlərsə falan. Məsələn, 10 Azərbaycandan seçdilər, 10 ən yaxşı istedadlı uşağı ödəsinlər pulunu. Cambridge'də, Harvardda, dünyanın başqa universitetlərində təhsil haqqlarını ödəsinlər ki, bu mənim vətənpərvərliyim bundan ibarətdir. Onlar da qohum əqrabalarına baxırlar da, etibar mənim müxtəlif markalı maşınlar alırlar, müxtəlif yerlərdə evlər alırlar, fikirləşirlər ki, biz xidmət eləyirik. Fikirləşirlər ki, övladları ilə xidmət, 1 milyonluq saat alırlar, fikirləşirlər ki, bizim də xidmətimiz elə övladlarımıza yaratdığımız şəraitdir. Bəli, elə hesab edirlər. Sizin tənqid etdiklərinizin bir çoxları cəmiyyətdə tanınan insanlardır. Alim hesab olunurlar, ziyalı hesab olunurlar. Alim, ziyalı, bu millətin o qaymağı hesab olunanlar, özlərini belə hesab eləyənlər, bəs düşünmürlərmi ki, mən ay ərzində əgər bu qədər qazanıramsa, bəs bu qazancımdan bir kasıba, bir kimsəsinin əlindən tutub sizi demiş, aparıb hardasa oxudum, elə tarixdə adım belə qalsın da, nəinki 1 milyonluq saatla, nəinki bir restoranla, nəinki bir, nə bilim, hansısa şərabla. Mən bu Nobel mükafatı laureatçılarının tədqiqatçıyam. İndi 2-ci cildi çapa hazırlayıram. Mən bu insanlar ki var, onların həyat tərzinə və onların cəmiyyətə münasibətinə dəhşətə gəlirəm. Məsələn, onların əksəriyyəti 2 otaqlı mənzillərdə dünyasını dəyişiblər. Məsələn, Sancar Amerikada türk evi inşa elədi. Məsələn, Zevail kimyadan Nobel laureat bütün pulunu Misirdən istedadlı uşaqların təhsilinə xərclədi.
Onlar elə tarixdə qəhrəman kimi qalacaqlar. Bizdə varmı belə nümunə? Bizdə mən bilmirəm, ola bilsin ki, var. Ancaq o şəxslər ki, məsələn, mən nə deyirəm? Mən deyirəm ki, bu 20 il Bakı Dövlət Universitetinin biri rektor olub, gedib hələ kafedranı orada 35 ildir saxlayır. Gəlmirdi ora, bu dövlətə saymamazlıqdır bu. Bu saymamazlıqdır, bilirsiniz. Yaxşı, tələbə gəlir kafedra müdürhanı yoxdur, müəllim gəlir kafedra müdürhanı. Yox, mən bura mənimdir. Bu bilirsiniz, 10 adamları düşüblər, indi mənim Facebook səhifəmdə mənə elə söyüşlər ki, Bətraxa. Bilirsiniz, bunu kimsə deməlidir axı. Bunu kimsə deməlidir. Bunu kimsə demir, çox pis belə ənənələr formalaşır. Çox pis ənənələr formalaşır. Məsələn, adam var, pensiyası, əmək haqqısı, nə bilim, 15 minə yaxındır, həm də bir institut direktorunu saxlayır. Ora getmək lazım. Bir insan özdə 70-dən yuxarı yaşda sonra artıq enerji, yavaş-yavaş insan enerjisi zəifləyir axı. Dövlətə sayğı göstərmək lazımdır da, dövlətə sayğı göstərmək lazımdır. Bu mənada mən düşünürəm ki, bu cür tənqidlər zaman-zaman olmalıdır. Ancaq qarşı tərəfdə mən biraz əxlaqlı olmağa çağırıram. Mənim heç kimdən, siz deyirlər ki, bu kimsə öyrədilmiş adamdır, yoxsa bizim cəmiyyətdə nüfuzumuz o qədər çoxdur ki, biz heç kim heç nə deyəm. Bunu öyrədiblər, buna nəsə maddi baxma. İndi buna nə deyəsən, deyər, buna ant da işləmir, vicdan da işləmir, belə məsələlərdə vicdan, belə bu şeylər işləmir. Bu baxımdan, bilirsiniz, ölkədə, məsələn, bu şeyləri mətbuat işıqlandırmalıdır, ölkədə bu şeyləri televiziyalar işıqlandırmalıdır. Siz baxırsınız televiziyalara, televiziyalarda, məsələn, kimin kimlə münasibəti varsa çıxar, heç beynəlxalq münasibətlər üzrə mütəxəssis də deyil, heç təhsil mütəxəssis də deyil. Danışırlar, ictimai rəyi çaşdırırlar. Söhbət bundan gedir.